Deyir ki, birinci Salon islahatları eradan əvvəl 594. 6-cı əsrin birinci yarısı və yaxud da əvvəlləri eradan əvvəl olduğuna üstdən aşağı gəlirik. Kəndliləri torpağa görə bütün borcların ləğv edilməsi düzdür. Nasıl yazıbdır? Yoxsul vətəndaşların bütün vəzifələri tutmaq hüququ əldə etməsi bu Periklə aiddir. 5-ci əsr bunu çıxırıq. Taxıl və digər ərzaq məhsullarının ixracı qadağan edilməsi doğrudur. Aristokrat həyat və əmlakın toxunulmaz elan edilməsi bu Drakon qanunları idi. 621-də eradan əvvəl. Borca görə qul edilən Afinalılar azad edilmişdir. Bu da doğru variantdır. Ordu və donanma rəhbərlik strategiyalarının seçilməsi eradan əvvəl 6-cı əsrin sonudur bu. Tiranlıq başa çatdıqdan sonra Salon islahatı aidiyyəti yoxdur. 2-dən 4. Uyğunluğu müəyyən edək. Afina şəhər dövləti, Makedoniya dövləti, Suriya, Fələstin, Misirin ələ keçirməsi, Makedoniya. Aha, Makedoniya aiddir İskəndərin dövründə. Balkan yarımadasının şimalında yerləşməsi, Balkan yarımadası Yunanistanın şimalında, bu da Makedoniya aiddir. 6-cı əsrin sonunda üsyan nəticəsində tiranlığa son qoyuldu. 6-cı əsrin sonunda Afina aiddir. Əvvəlki testdə yazdıq bunu. Dövlətin əsasını Lakonikanı işğal edən Dorilər tərəfindən Spartadır bu. Müstəqilliyinə Əhəməni imperiyası tərəfindən son qoyulması. Müstəqilliyinə Əhəmənilər tərəfindən Afina, Makedoniya heç biri tam tərsi. Makedoniya Əhəmənilərə son qoymuşdu. Buna çıxdıq. 1C, 2AB. B variantı. Növbəti sualımız. Qədim Misir tarixinin eradan əvvəl 4-cü minilliyinə aid olan hadisələr. 4-cü minillik. Diqqətli olaq. Əsr soruşmur. Minillik istəyir bizdən. Yazının meydana gəlməsi var. İlk yazıları isə şəkli yazı idi. Xatırladaq. Testlərin birində belə bir sual var. Misirlə Şumerlərin oxşar cəhəti ən qədim yazısının şəkli yazı olmasıdır. Yuxarı və aşağı Misirdə müstəqil padşahlıqların meydana gəlməsi. 4-cü minillikdə bu da var. 4-cü minillik ikinci yarısında isə, sonunda isə birləşəcəklər. Dövlətin imperiyaya çevrilməsi bu Tutmosun dövründə 2-ci minillikdən başlayacaq. İşğalçı müharibələrdən sonra. Hetlərlə sülh müqaviləsi bu da 2-ci minillikdə Ramzesə aiddir eradan əvvəl 2-ci minillikdə. Memfis şəhər dövlətin paytaxtı çevrilmiş. Bəli, Vahid Misir dövləti ilk paytaxtı Memfis dövləti idi. 4-cü minillik sonu təxminən 3000-ci ildə 1-2-5. Cavabımız Y variantı doğru cavabdır. Qədim Yunan mədəniyyətinə aiddir. Memarlıqda Dorik, İonik sütunlardan istifadə edilməsi var. Mahabharata və Ramayana dastanları bu Hindistana aiddir. Hindistan. Beton Romaya aiddir. Tikintidə beton kəşf olunmuşdur. Roma tarixinə aiddir. İlk Olimpiya oyunları eradan əvvəl 776-dır. Bu da qədim Yunan tarixinə aiddir, mədəniyyətə aiddir. Panteon məbədi şayətlə bir hərflə fərqlənəcəkdir. Yunanistanda Parfenon məbədi idi. Parfenon məbədi. Panteon isə Romaya aiddir. Mən əslində səhv yazım, Roma yazmalıydım orada. Roma aiddir. Yunanistanda isə Parfenon məbədidir bu. Səhvdir ona görə. 5-də səhvdir. İlk teatrın əsası, bəli, eradan əvvəl 5-ci əsrə aiddir. Şərabçılıq tanrısı Dionisin şərəfinə başlamışdır teatr yarışları. Bu formada adlandırırlar. 6. Mən nəyi seçdik biz? 1, 4, bir də 6. A variantını seçdik. Doğru, bəli. Göstərilərin aid olduğu döyüşü müəyyənləşdirək. Yunanlar məğlub oldu. Spartadan başqa bütün Yunan şəhər dövlətlərinin azadlığına son qoyuldu. Söhbət Xeroneya döyüşündən gedirdi. Eradan əvvəl 338. O birlərini də xatırlada bilərik. Hamısı eradan əvvəl deyə yazmıram. Magneziya 190 eradan əvvəl. Fermopil 480 eradan əvvəl. İs döyüşü Qranik İs Qavqamel 333 eradan əvvəldir. Kara döyüşü isə 53. Atropatenanın tarixində demişdik bunu.
Roma ilə Parfiya arasında Atropatenlər Romanın müttəfiqidir. Bax dedim xatırla, hamısı eradan əvvəl olduğuna görə eradan əvvəl ifadəsini yazmadım. 6-cı sual. Qədim Romanın 2-ci əsr tarixinə aiddir. Söhbət şahidlə. Əgər eradan əvvəl yoxdursa, diqqətli olun burada. Söhbət bizim eradan gedir. Qulların öldürməsinin qadağan edilməsi İmperator Adriana aiddir. Adrian yazan kimi bizim ağlımıza tez gəlir. Hansı ifadə? Albaniya ilə dostluq münasibətləri. Xarakterikdir bu. Qraq qardaşları eradan əvvəl 133-123. İmperiyanın 2 müstəqil dövlətə parçalanması bizim eranın 395-ə aiddir bu. Qədim Roma deyir ha özdə. Aha, baxın diqqətli olun. Heç buna diqqət eləmədim. Qədim Roma tarixindən söhbət gedir. Qərbi Roma yox. Sonra paytaxt Bizantiya köçürülməsi bu 330-a aiddir. Və Sardinya və Korsika adalarının işğal edilməsi, Sardinya, Korsika bu aiddir Pun müharibələri. Yəni 264-146 eradan əvvəl. Burada isə şahidlər Roma imperiya yox, respublika dövrüdür. Respublika. Bu ifadə də yanlışdır. Söhbət bizdən imperiyanın tarixindən söhbət gedirdi. Həmçinin B variantı da respublika tarixinə aiddir. Cavabımız A variantı. Romanın qədim və ya qərbi Roma məsələsinə biraz sonra yenə suallar qarşımıza çıxsa toxunacağım orada. Roma mövzusu imtahan sualımızdan biridir bilirsiniz. Roma, Yunanistan. Sparta şəhərinin əsasının qoyması bizdən nə soruşur? Eradan əvvəl 3-cü minillik. Sparta şəhəri birisi şahidlər. Yunanistan şəhər dövlətləri 8-ci əsrə aiddir. 8-ci əsr, yəni eradan əvvəl. Ona görə avtomatik olaraq bunu çıxırıq. Akkad dövlətinin içərisində vahid dövləti birləşdirilməsi eradan əvvəl 24-cü əsrdir. Yəni 3-cü minilliyə düşür. Qədim Misirdə ilk yazı, bunu demişdi eradan əvvəl 4-cü minilliyə aiddir. Çıxırıq. Hindistanda Harap bir dəqiqə. Hə, bu çıxıb da bizdən razı 3-cü min soruşur. Hindistanda Harappa şəhərinin meydana gəlməsi Harappa şəhəri eradan əvvəl 3-cü minilliyə aiddir. Bunu götürdük. Çin sülaləsi. Çinin Sin sülaləsi tərəfindən eradan əvvəl 221. 3-cü əsrdir. Minillik deyil bu. Çıxırıq. Azərbaycan cənubi ilk quldar dövlət qurumlarının meydana gəlməsi Kuti və Lulobi dövlət qurumlarıdır ki, 3-cü minin ikinci yarısına aiddir bunlar. 2, 4, 6. Varsa elə cavabımız var. C variantı. Hadisə nəticə olaraq doğru verildiyi bəndi müəyyən edək. Fermopil döyüşü eradan əvvəl 480. Əhəməni ordusu bütün Yunanistanı yox, ifadə səhvdir. Orta Yunanistanı işğal etdi. İfadə səhvdir. Bizdən doğru verilən bəndi istəyir. Şimaldan Dorlilərin yürüş etməsi eradan əvvəl 12-11-ci əsrlərdir. Gələk, Krit padşahlığının süqutu vulkan nəticəsində olmuşdu. Vulkan 2-ci minin ortalarında. Qranik döyüşü baş verdi. Qranik is Qavqamel döyüşü. Əhəməni ordusu məğlub edilmişdi. Bu doğrudur. Afina dəniz ittifaqının yaranması Əhəməni ordusu məğlub edildi. Bu da doğrudur. 400 Afina dəniz ittifaqı 479-da yaranmışdı. 449-a qədər 30 il müharibə davam etdi. Doğrudur. Cavab 3, 4. Varmı 3, 4? Var. D variantı. Doqquzuncu sual. Tiranlıq idarə üsulunun yaranması, ordu və donanmaya rəhbərlik strategiyalarının əlinə keçməsi, yəni eradan əvvəl 6-cı əsr idi. Bu 6-cı əsr sonu strategiya eyni məsələdir. Əmlakdan asılı olmayaraq bütün vətəndaşlara xalq yığıncağına iştirak etmək hüququ verildi. Bəzən bu ifadəni belə verir şahidlər. Xalq yığıncağı artıq qanun verən orqana çevrilir ölkədə. Roma çıxdıq, Rodos çıxdı, Karfagenya çıxdı, Sparta çıxdı, Afina şəhər dövləti eradan əvvəl 6-cı əsrinə aiddir. Zaten burada da yazmışıq 6-cı əsr Afina tarixinə aiddir bunlar.
7-ci, yox, 10-cu sualımız. Qədim Yunanıstan ədəbiyyatı 8-ci əsr tarixini səcləyə bilir. 8-ci əsr tarixi üçün səcləyə bilir. Homerin İlyada və Odisseya poemalarının yaranması düz. 8-ci əsr yarandı, 6-cı əsrdə yazıya alınmışdı. Spartada tiranlıq yaranması bu təxminən düşür 7-ci əsr. 7-6-cı əsr. Yəni orada hökmdar Likurg vardı. Likurgun ölümündən sonra hakimiyyət keçir tiranlığa. Yəni bir hökmdarın əlinə keçir, tiranlıq idarəsi yaranmışdı. İlk dəfə Olimpiya oyunlarının keçirilməsi 776, bu da aiddir 8-ci əsr. Yunan-Əhəməni müharibəsinin başlanması 6-cı əsrə aiddir. 6-cı əsr 1-ci Daranın hücumu ilə başlayacaq. Orta Yunanistanda Afina şəhər dövlətinin yaranması, bəli, onlar 8-ci əsrə aiddir. Afina, Sparta 1-3-5 A variantımız doğrudur. Uyğunluğu müəyyən edək, eləyək. 1-ci Tutmos, 2-ci Ramzes, Misirlə bağlı ən çox sual soruşulan Tutmos, Ramzes və 3-cü Tutmosa aiddir. Nubiyanın tabe edilməsi 1-ci Tutmosun dövründə yox, Nubiyanın tabe edilməsi burada deyil, daha əvvələ aiddir. Çıxdıq. Bir də Misir ərazisinin vahid dövlətdə birləşdirilməsi. Bir dəqiqə. Əslində Nubiya var da, niyə götürmürəm? Nubiya var, götürdük. 1-ci Tutmosun dövründə var. İlk dəfə Misir ərazisinin vahid dövlətinin tərkibinin birləşdirilməsi. İlk dəfə birləşdirilməsi. Bu 4-cü minillikdir. 4-cü minilliyin dövründədir. Vahid Misir dövlətinin yaranması. Fələstin və Suriyanın işğal edilməsi, Fələstin Suriya Tutmosun dövründə varmı? Var. Dövründə yenidən tabe ediləcəkdir. 2-ci Ramzesin dövrü. Dövlətin şimal sərhədlərinin ilk dəfə Fərat çayına çatması bu 1-ci Tutmosa aiddir. Çıxırıq variantı. Kadeş müqaviləsi imzalanmışdı 13-cü əsrdə Hetlərlə, eradan əvvəl. Düzdür. İlk piramidanın inşa edilməsi. İlk piramida. Bu Firon Djoserə məxsusdur. Firon Djoser. Ən böyük piramid isə Xeops ehramı idi. Bunu da çıxdıq. 1-ə qalır AC, 2-yə B. Varmı elə variant? AC, B. Var. A variantı. 12-ci sual. Afina şəhər dövlətinin eradan əvvəl 5-ci əsr tarixinə aiddir. Afina şəhər dövləti eradan əvvəl 5-ci əsr. Attikanın azad kişi sakinin vətəndaşlıq hüququ, Periklın vətəndaşlıq hüququ. Bu Salon islahatına aiddir. Salon, 6-cı əsr. Çıxdıq. Sparta ilə müharibədə məğlub olması. Afina-Sparta müharibəsi. 434-404. Bu aiddir. Strateji vəzifəsinin təsis edilməsi 6-cı əsrdir. Çıxırıq. Yoxsullara dövlət vəzifəsi yerinə yetirmək üçün əmək haqqı verilməsi Romadan fərqli olaraq burada əmək haqqı verilirdi. Doğrudur. Əhəməni hökmdarı 3-cü Dara, bu 4-cü əsrdir. 3-cü Dara hücumuna məruz qalmayıb ümumiyyətlə Afina. Bu 1-ci Dara olmalı idi. Bu ifadə də səhvdir. 2 ilə 4 doğru variantdır. Cavab Y variantı. Xan sülaləsindən fərqli olaraq Sin sülaləsi dövründə. Xan sülaləsindən fərqli olaraq Sin sülaləsinin dövründə. Böyük Çin səddi Sin sülaləsi soruşur. İnşa edilməyə başlamışdı 214 eradan əvvəl. Bu doğrudur. Dəmir emalı eradan əvvəl 6-5-ci əsrlərdir. 6-5-ci əsrlərdir. Çıxdıq. Hun dövlətinin hökmdarı Mete Tanhu ilə müqavilə, yəni eradan əvvəl 200 Pinçe müqaviləsi. Bu da Xan sülaləsinə düşür. Pinçe müqaviləsi Xan sülaləsindədir. Ölkədə ilk yazı sistemi meydana gəlməsi lap əvvəllərə aiddir. Ən qədim sivilizasiya 3-2-ci minilliklərə aiddir. Çin əhalisi vahid xalqa çevrilmişdi. Bizə nə soruşur? Sin sülaləsinin dövrünü istəyir də bizdən. Vahid xalq Xan sülaləsi dövründədir. Vahid dövlət Sindədir, vahid xalq Xan sülaləsindədir. İlk dəfə Çin ərazisi vahid dövlətdə,
birləşdirilmişdir Xan sülalesi dövründə. 1.6 varmı cavabımız? Elə var, elə A variantımızdır. Aha, qədim Roma. Şahidlə, deməli, bu sınav qutarandan sonra biraz əvvəlki sınav gedib qaydacam. Orada bir sual beynimə ilişdi. Qarabağ müharibəsində Qırmızı Bazar yolu. Onunla bağlı suala təkrar baxacam. Orada mən səhv etmişsə birini yanlış dedim. Yəni, qayıdıb baxacam bu suala. Bunu qutarandan sonra. 14-cü sualdır. Qədim Roman tarixinə aid olan hadisə. Ardıcılı müəyyənləşdirək. Aha. 12 lövhə qanunu. Eradan əvvəl 5-ci əsr. Padşahlıq idarə üsulunun devrilməsi. Eradan əvvəl 509. Bütün İtaliyanın özünə tabe etdi Roma. Roma bütün İtaliyanın özünə tabe etdi. Eradan əvvəl 3-cü əsr. Hətta bununla bağlı belə bir şey deyirik. Buna görə də plebeylərə vətəndaşlıq hüququ verdilər. Vəzifə tutma imkanı da verdilər. Çünki plebeylər orduda iştirak edirdi. Plebeylərsiz ordu zəif olacaqdı. Onlar imtina etdiklərinə görə onlara vətəndaşlıq hüququ verdi. Nəticədə bundan sonra apardığı müharibələrlə bütün İtaliya işğalını başa çatdırdılar. Karfagenin öz əyalətinə çevrildi eradan əvvəl 146, yəni 2-ci əsr. Yəni eradan əvvəl 2-ci əsr. Bizdən ardıcılıq istəyir. Böyük rəqəmdən başlayacaq 509-dan. 2, 1, 3 və 4. 2, 1, 3, 4. C variantı. Doğru variantımızdır. 15. Cəmiyyətdə məsələlərin dini qanunlarla həll edildiyi sistem, idarəetmə sistemi, təbii ki, bu dini idarəetmə teokratik monarxiya adlanır, teokratiya adlanırdı. Oliqarxiya azlığın hakimiyyəti idi. Azlığın hakimiyyəti. Həm Spartada var, həm də Afinada var. Azlığın hakimiyyəti. Aristokratiya yaxşıların hakimiyyətidir. Yaxşıların hakimiyyətidir aristokratiya. Respublika xalq hakimiyyəti deməkdir. Xalq idarə etməsi, hakimiyyəti. Monarxiya isə hakimiyyətin atadan oğula keçməsidir. İrsi olaraq hakimiyyət. Monarxiya irsi deməkdir. İrsi olaraq ötürülməsi. 16-cı suala baxırıq. Qədim Şumerlərə aiddir. Qədim Şumerlər. Heroqlif Misirə aiddir. İki çayəsinin yerli sakinləri deyirlər bunlar. Köçməkdir. Altay dağlarından köçüb gəliblər. Eradan əvvəl 4-cü minillikdə təkər ixtira edilməsi doğrudur Şumerlərə aiddir. Cəmiyyət məsələlərinin dini qanunlar, teokratiya, yəni teokratik hakimiyyətdir. Həll edildiyi sistem mövcud idi. Bu da doğrudur. Tarixdə ilk dəfə yazılı qanunlar, bu da doğrudur. Şumerlərə aiddir. Qullar canlı ilə adlanması Misirdir bu da. Misir tarixinə aiddir. 2, 3, yox, 3, 4, 5 var. A variantı. On 17. Qalmadı ki burada sual. Yox. Uyğunluq gözlənilmişdir. Makedon İskəndərin şərqə yürüşü. Midiya dövləti süqutu yox. Əhəmənli olmalıdır bu. Əhəməni dövləti süqut elədi. Akkadların başçısı Sarqonun Şumer şəhər dövlətlərini işğal etməsi. Sarqon Şumer şəhərlərini işğal etdi. Dünya tarixində ilk imperiya yarandı. Bəli, Akkad imperiyası 24-cü əsrdə biraz əvvəl demişdik bunu. Qırmızı qaşlar üsyanı Çində Xan sülaləsinin hakimiyyəti devrilməsi yox. Qırmızı qaşlar deyildi. Bu sarı sarıqlar üsyanı 184-də. Bizdən uyğunluq doğru variant istəyəcək. Mete Tanrı'nın uğurlu yürüşləri Monqol Tibet tayfalara tabe edilmişdir. Bu da doğrudur. Pinçe müqaviləsi eradan əvvəl 200-də. Eradan əvvəldə. Çinin cənub əraziləri, bax, cənub əraziləri deyir, səhvdir. Niyə? Çünki Hunlar Çinin şimalından gəlirdilər. Şimaldan başlamışdılar. Cənub əraziləri deyil, şimal ərazisi olmalıydı. Bu ifadə səhvdir. 2-4.
Varmı? Var. C variantı. Uyğunluğu müəyyən edək. Qədim Misirdə qullar adlandırılan kiçiklər. Kiçiklər kəndlər idi. Azad kənd icmaçılar idi bunlar. Canlı ölü adlandırırdılar. Səhvdir. Nubiya ilk dəfə Misirdə tabiisi 3-cü Tutmosu yox, 1-ci Tutmosun dövründə. Səhvdir. Misirdə Firon ən yaxın köməkçisi Çati. Bəli. Adətən öz oğlanlarından təyin edirdi həmin vəzifəyə şəxsi. Kadeş müqaviləsini imzalamış müqaviləyə görə Misrə birləşdirir. Şimali Suriya yox, Cənubi Suriya idi. Bu Suriyanın cənubu birləşdirmişdi. Səhvdir ifadə. Misirin ilk paytaxtı Fib yox, Memfis şəhəri idi. İfadəmiz səhvdir. 19. Qədim Misir. Qədim Azərbaycan tayfası Lulubilərin yürüşü Akkad imperiyası süqut edir. Lulubilər deyil, bu Kuti idi. Səhvdir ifadə. Bizdən elə uyğunluq pozulmuşdur istəyir. Yəni səhv variantı istəyir. Səhv variantı elə bu səhvdir. Het dövləti ilə Ramzes müqavilə imzalayıb, bu doğrudur. Nubiya Misrə tabidən Firon 1-ci Tutmosu, bu da doğrudur. Doğrudur variantdır. Misirdə pilləkən formalı ilk piramidə Djoserə məxsusdur, bu da doğrudur. Ən böyük isə Xeyab Sehramid. Het dövləti ilə Kadeş müqaviləsi imzalamış dövlətin ərazisini müəyyənləşdirək. Het dövləti ilə Kadeş müqaviləsi imzalamış dövlətin ərazisi. Misir dövləti də bəli. Misir 1. Hetləri soruşsa əzizəm, Hetlər buradır. 2. Het dövlətin ərazisi. 5 isə Suriya Fələstin ərazisidir. Bu ərazilər Suriya Fələstin əraziləri. Araqlarının şərq sahilləri. 21. Uyğunluq pozulmuşdur. Yəni səhv variantı axtarırıq. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısı Roma sərkəzi Pompey sülh sazişi imzalamışdır Albaniya dövləti ilə. 1-ci əsrin 1-ci yarısında, bəli. Kür döyüşündən sonra uyğunluq pozulmuşdur dedi. Bu doğrudur. Şərqi Roma imperiyasının ərazisinə daxil idi. Şərqi Roma, Balkan, Misir, Romanın Asiya torpaqları, bu da doğrudur. Qədim Romada plebeylər xalq tribunu seçmə hüququ əldə etdilər 5-ci əsrdə. Bu da doğru ifadəmizdir. Romanın ilk yazılı qanunları 5-ci əsrdə, bu da doğrudur. Qədim Roma imperiyasının süqutu Spartak sürətləndirdimi? Xeyr. Spartak üsyanı dövründə Roma imperiya deyildi, respublika idi. Niyə görə? Çünki Spartak üsyanı eradan əvvəl 74-71-ci illərə aiddir. Burada isə respublika quruluşunun tənəzzülünə səbəb olmuşdu. Ondan sonra imperiya yaranacaqdı. Qədim Roma. Deməli, bu niyə çıxdım ki mən? Uyğunluq pozulmuşdur, budur da elə. Cavab Y variantı. Neçənci əsrə aid olan hadisə verilməmişdir? 12 lövhə qanunu eradan əvvəl, baxaq, hamısı eradan əvvəldir, ona görə 5. 5 getdi. Roma Respublikası tərəfindən Makedoniyanın işğal edilməsi 146 eradan əvvəl, yəni 2-ci əsr. Bu da çıxdı. Qay Yuli Sezar senatda öldürülməsi 1-ci əsr. Eradan əvvəl 49-44. Bu da getdi. Qədim Yunanıstanda ilk dəfə Olimpiya oyunları 776. Yəni 8-ci əsr. Bunda çıxdıq. Cavabımız qaldı D variantı. 23. Qəbul Roma İmperiyasının tarixinə aid olmayan hadisəni istəyir bizdən.
Dövlətin paytaxtı qədim Yunan şəhəri Vizantiya köçürməsi. Qərbi Roma. Hə, şahidlər, buna bir dənə açıqlayaq. Qərbi Roma soruşur bizdən. Qərbi Roma yaranıb 395-də yaranıbdır. 476-ya qədər Qərbi Roma. Çünki qədim Roma imperiyası 395-də imperator 1-ci Feodosiy iki oğlu tərəf arasında bölüşdürdü imperiyanı 395-də. Qərbi Roma, Şərqi Roma. Burada isə dövlətin paytaxtının qədim Yunan şəhəri Vizantiya köçürməsi 330-dadır. Elə il bizə xatırladır ki, o Qərbi Romaya aid deyil. Bu qədim Romadır. Qədim Romaya aiddir bu məsələ. Bu aid deyil. Çıxdıq. Vandallar tərəfindən Romanın tutulması 455-də bu aiddir. 455-də. Bu Qərbi Roman tarixinə aiddir. Bizdən aid olmanı istəyir. Hunlarla mübarizə 451-52 Katalan döyüşü var 52-də. Buna görə bu da aiddir. Qulların ölkəsinin qadağan edilməsi şahidlər 2-ci əsrdə İmperator Adrian tərəfindən. İmperator. Bu isə qədim Roma imperiyasına aiddir. Qədim Romaya. Deməli, German tayfaları tərəfindən süquta uğralması düzdür. 476 Qərbi Romaya aiddir. Biz aid olmayan götürəcəyik. Amid döyüşündə Sasani Alban qüvvələrlə mübarizə aparması şahidlərin ən çox səhv elədiyi yerlərdən biri budur. Orada Roma adını götürüb o dəqiqə götürürlər. Bu isə Amid döyüşü 3. Burada da yenə də qədim Romadır. Qədim Roma. Qərbi Romaya aid deyil. Bir dəqiqə, üstünə xətt çəkdim. Bu Qərbi Romaya aid deyil. Üstünə niyə xətt çəkirəm? Götürürəm. Yazmışam da bir də qədim Romadır. Qədim Romadırsa bunu götürəcək. Çünki bizlər Qərbi Romaya aid olmayan hadisəni istəyir. Bəli. 1-4-6 doğru cavabımızdır. Qədim Çində Xan sülaləsinin hakimiyyət dövrü üçün xarakterlikdir. Xan sülaləsi. Eradan əvvəl Xan sülaləsi 206-da hakimiyyətə gəldi. Bizim eranın 3-cü əsrinə qədər hakimiyyətdə qalmışdı. Vyetnam bəzi ərazilərin işğal edilməsi Xan sülaləsinə aiddir. Konfutsi təlimini rədd eləyən Sin sülaləsidir. Diqqətli olun burada. Sin sülaləsi rədd eləyir, xan onu qəbul edir. Çıxdıq. Çin əhalisinin vahid xalqa çevrilməsi. Vahid xalq Xan sülaləsindədir. Vahid dövlət olsaydı Sin sülaləsi olardı. Mete Xaqanla sülh müqaviləsinin imzalanması 200 Pinçen müqaviləsi, o da Xan sülaləsinə aiddir. Erkən sivilizasiyalar içində eradan əvvəl 3-cü, 2-ci minilliyə aiddir. Ona görə də bunu çıxırıq. Cavabımız oldu 1-3-4. Uyğunluq pozulmuşdur. Səhv istəyir bizdən. Çində Konfutsi təlimi yayılma başlamışı 6-5-ci əsrlərdə, bu doğru. Bizdən səhv istəyir. Qədim Çində ilk dəfə vahid xalq yaranmışı Sin sülaləsi. Bu səhvdir. Götürdük. Mikena sivilizasiya dağılmışı vulkan püskürməsi məsələsində. Bu da səhvdir. Mikenanı vulkan yox, Dorilər dağıtmışdılar. Çində qırmızı qaşlılar üsyanı eradan əvvəl deyil, bizim eran 1-ci əsridir. Bu da səhvdir. Çində Sarsaqlı üsyanı Çijan qarşı rəhbərlik edir, bu doğru variantdır. Deməli, cavabımız oldu 2-3-4. Səhv variantlar. Mütləq yazın üstünə. Bax, səhv doğru yazın ki, ayırt edə biləsiniz. Döyüşlərin xronoloji ardıcıllığını istəyir.
Qavqamel eradan əvvəl 331. Qavqamel. Deməli, Makedoniya və Əhəməni. Düzdür, bunu istəmir, amma biz yenə də yazaq. Xatırlatma olsun bizə. Oauş döyüşü, Səhənd döyüşü. Deməli, Azanın məğlub olduğu döyüşdür bu. Eradan əvvəl 716. Aza məğlub olur və öldürülürdü döyüşdə. Marafon döyüşü eradan əvvəl 490. Bu Yunan-İran müharibəsinə aiddir. Yunan və Əhəməni. İran yazmayaq, Əhəməni deyək. Xeyraneyə döyüşü eradan əvvəl 338. Bu da Yunan şəhər dövlətləri ilə Makedoniya arasındaydı. Bunu da belə xatırlatdıq. Ardıcıllığını istəyirsə, şahidlər, böyük rəqəmdən balacaya doğru gələcək. İkinci daha qədimdir. Yəni 2-dən başlayırıq. 490. Sonra 4 və 1. Bəli. Ardıcılığımız bu olacaqdır. 27-yə baxırıq. Eradan əvvəl 7-ci əsr, 6 və 5-ci əsr. Qədim Romada konsullar seçilməyə başlaması, konsullar Respublika dövründən başlayacaq A variantı. A getdi 2-yə, 6-cı əsr. Romada padşahlıq dövrünün başlaması. Padşahlıq 8-ci əsrdir. Burada 8 yoxdur ümumiyyətlə. 8. Romada 12 lövhə qanunun qəbul edilməsi. 12 lövhə qanunu 5-ci əsrdə eradan əvvəl. C buradadır. Azərbaycan İskit şahlığının yaranması 7-ci əsrdir. D-ni yazdıq bura. Afinada azad əhalinin yoxsul təbəqəsinə vətəndaşlıq hüququ verilməsi. Solon islahatları 6-cı əsr. 6 varmı? Var. Burada. 1D, 2A-yə, 3C. Variantımız budur. İtaliyanın istila edilməsindən sonra Romanın təcavüzçüyə baxışları artıq neçə il ki, Roma ilə Karfagen arasında uğrunda mübarizə əraziyə yönəlmişdi. Şahidlər, mətni oxumuram, çünki oxumuşuq daha əvvəl özümüz baxmışıq yəqin ki. Söhbət gedir burada Karfagen, yəni Pun müharibəsindən gedir. Karfagenin deməklə də artıq bizə ipucu vermiş oldu, çünki vaxtımız getməsin ona. Qəribə adlar da var. Burada mətndə müharibənin adı yazın. Pun müharibəsi. Pun müharibəsi 264 146. Sonra mənbədə bəhs edilən müharibədə dövlətlərin iki əsas məqsədini müəyyən edək. Dövlətlərin bir Siciliya adası uğrunda. Siciliya. Zəngin sərvətlərə malik olan Siciliya adası. 2. Aralıq dənizində hakim olmaq. Aralıq dənizi hövzəsində hökmran olmaq istəyirlər. Əsas məqsəd istəyirlər, bəli. Hökmranlıq istəyirlər. Üçüncü sualda deyir ki, mənbədə bəhs edilən müharibənin iki əsas nəticəsini bizə yazaq. Nəticəsi 1. Karfagen məğlub oldu. Karfagen məğlub oldu və yaxud da Romanın əyalətinə çevrildi. Karfagen məğlub oldu. Bir də nə deyə bilərik? Roma Aralıq dənizinin qərbində möhkəmləndi. Roma Aralıq dənizinin
dənizinin hansı hissəsində? Qərbində. Şərqi yox ha, qərbində. Aralıq dənizinin qərbində möhkəmləndi. Şərqində niyə demirik? Çünki şərqində olacaqdı 146-cı ildə orada Yunanistanı, Makedoniya tutacaq, sonra getəcək şərqə doğru Aralıq dənizinin şərq sahillərini tutacaq, Suriya və digər ərazilərə. Bundan sonra möhkəmlənəcək şərq ərazisində. Bir də bu. Nəticəmiz də bu olacaqdı. Deməli, bunu bitirdik. Bir dənə mən biraz əvvəlki suala bir dənə qayıdım baxım. Orada nəsə fikrim qarışdı, nəsə tam əmin olmadım. Hansı sual idi o? Hə, 24-cü sual idi. Burada deyir ki, 2-ci Qarabağ müharibəsinə aid doğru bəndləri istəyirdi bizdən. Şuşaya əsas hücum hədəfinin Hadrut Qırmızı yolunda həyata keçirilməsi doğru bənd. Bu səhvdir şagirdlər. Bayaqdan ilişib qalıb beynimə. Çünki Qırmızı Bazar, ermənilər belə nəzərdə tuturlar. Buradan gələcək. Hadrut Qırmızı Bazar yoluna. Buna görə də həmin hissəni gücləndirmişlər. Yəni orada böyük canlı qüvvə, texnika yığmışlar. Amma əsas yol, əsas hücum hədəfimiz Qırmızı Bazar Hadrut yolundan qərbdə başqa dağ cığırları, keçilməz sayılan yollar, bilsə xüsusi təyinatlı ordu oradan çıxmışdı. Şuşaya həmin yolla daxil olmuşdu. Yəni əsas istiqamət bura deyil. Ona görə bu ifadə səhv idi. Bayaq buna mən deyəsən okey dedim, amma bu ifadə səhvdir. Yalançı hədəf kimi bu doğru idi. BMT yerinə yetirmişdi. Bu da doğrudur. Ermənilər dəstək verməsi. Ona çıxdıq. Və Gəncədə yerləşən hərbi obyektləri atışa tutması. Hərbi obyektlər, mülki obyektlər. Bəli, cavab 2-3 idi burada. 2 ilə 3.